Əgər münaqişə uzanarsa və Hörmüz boğazı bağlı qalarsa, təsirlər zamanla böyüyəcək və artmaqda davam edəcək. Bu qiymətlərin davamlı olaraq yüksəlməsinə təsir edəcək. Mövcud münaqişənin region iqtisadiyyatlarına təsir edəcəyi müxtəlif kanallar var. Ən əsası enerji qiymətləridir. Bəli, aparılan hərbi əməliyyatlar nəticəsində dünya mayeləşdirilmiş təbii qaz istehsalının 20% artıq offline rejimdədir. Əlbəttə ki, qlobal neft bazarı da təsirlənib. Çünki həmin enerji yükləri də İranın hərbi hücumunun təsir dairəsində olan dəniz yolundan keçir. Artıq Asiyada və Avropada qiymətlər artıb. Düşünürəm ki, çox qənaət etməliyəm. Litrin qiyməti hazırda burada 1 avro 56 sentdir. Almaniyada isə hazırda 2 avro 6 sentdir. Bu əhəmiyyətli artımdır. Hər şey 24 saat ərzində baş verdi. Axşamdan səhərə qədər qiymət artdı. 24 saat ərzində bahalaşma 20 sentə çatdı. Lakin Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas deyir ki, neftlə bağlı qitənin narahatlığı yoxdur. Çünki yaxın şərqdən az neft alırlar. Amma uzaq şərq belə deyil. Kaya xanımın isə bəzi məqamlarda düzgün düşünmədiyi də iddia edilir. Avropalılar, Asiyalılar nə edə bilər bu vəziyyətdə? Enerji baxımından kasıb bir qitə olaraq Avropanın edə biləcəyi şey tələbatı azaltmaqdır. 2022-ci ildə enerji böhranının ilk günlərində etdiyimiz kimi qaza tələbatı azaltdıq. Yaxud da müəyyən dərəcədə digər yanacaqlara keçid edə bilərik. Lazım gələrsə elektrik sektorundakı qazı müvəqqəti olaraq kömürlə işləyən elektrik enerjisi ilə əvəz etməyə çalışa bilərik. Lakin Qətər LNG qaz həcmlərini əvəz etməyin bir yolu yoxdur. Daha yüksək neft qiymətləri isə Rusiya üçün xeyirli olacaq. Asiyanın inkişaf etməkdə olan ölkələri bahalı yüklərin öhdəsindən gələ bilməyəcək. Çıxış yolu tələbin azaldılması və enerji üçün digər yanacaq növlərinə keçidin baş verməsidir. Həm də hazırda bir çox fərqli dinamika görürsünüz. Məsələn, Birləşmiş Ştatların LNG qaz satışı genişlənir. Bu ölkənin çevik çatdırılan yükləri Qərbi Afrika, Asiyaya doğru irəliləyəcək. Çünki ABŞ-nin daha çox yük daşınması üçün imkanları var. ABŞ-nin bu siyasətinin müəyyən mənada Çinə də bir xeyri oldu. Məsələn, Avropa ölkələrinin Çinə daha etibarlı və güclü ticarət tərəfdaşı kimi müraciət etməsi üçün mühit yaratdı. Biz bunu əvvəllər də görmüşük. Çinin iqtisadi artımını müşahidə etmişik. Baş verənlər Çini daha etibarlı ticarət tərəfdaşı kimi unikal vəziyyətə gətirdi. Deməli, Amerika Birləşmiş Ştatları və Çin Hörmüz boğazından keçən qidanı da, oksigeni də öz nəfəslərinə çəkirlər. Alternativləri əvvəlcədən özləri üçün tapıblar. Bəs biçarə yaxın şərq ölkələrə nə edəcəklər? Bölgədəki istehsalçılara alternativlər varmı? Bir neçə vacib boru kəməri var. Birincisi, Fars körfəzindən Qırmızı dənizə neft daşıyan Səudiyyə Ərəbistanın şərq-qərb boru kəməridir. Onun həcmi 5 milyon bareldir. Birləşmiş Ərəb Əmirliklərində də təxminən həcmi 2 milyon barel olan boru kəməri var. Nəzəri olaraq daşımaların təxminən 45%-nin yerini dəyişmək mümkündür. Bundan əlavə İraqdakı Kürd bölgəsindən Türkiyəyə gedən, oradan da Aralıq dənizinə neft daşıyan bir boru kəməri var. Son günlərdə təhlükəsizlik məqsədi ilə bu boru kəməri bağlanıb. Bu məqamda bir məsələ var ki, bəs bu alternativlər dünyaya nə verəcək? Elə sərfəli olsaydı əvvəldən boru kəmərlərlə daşımalar daha çox olardı. Yaxın şərqin barıt çəlləyi olması, müxtəlif silahlı qrupların fəaliyyəti, neft kəmərlərinin qorunması fəaliyyəti üçün problemdir. Bu da vəziyyəti hara baxsan cilovlamağa, qiymətləri tutub saxlamağa imkan vermir. Neft qiymətləri, yük daşımalarının qiymətləri artıb. Münaqişə həftələrlə davam edərsə, yaxın şərqdəki ərzaq ehtiyatları baxımından kritik bir vəziyyətin şahidi olacağıq. Buna görə də vəziyyət böhran nöqtəsindədir. Hətta insanların diqqət yetirməli olduğu humanitar böhran nöqtəsinə çatmışıq. Qida və enerji qiymətləri qlobal miqyasda bir çox insanın çətinliyi hiss etdiyi templə yüksəlir. İndi belə bir vəziyyət yarandı ki, dünya Ukrayna-Rusiya böhranında gördüyümüzdən daha böyük xaosa qədəm qoyur. Qərbdə müharibə azmış kimi, şərqdə də uzun görünən müharibə gedir. Dünya şərqin min bir gecəsinin təsirinə düşür. Qaranlıq tezliklə bitənə oxşamır.